Nitqdəki qüsurların aradan qaldırılması, həmçinin psixoloq yardımı vermək məqsədi ilə Bakıda daha bir loqoped psixoloji mərkəz fəaliyyətə başladı. Psixologiya nitq inkişafı mərkəzi fəaliyyət göstərəcəyi sahə ilə bağlı Azərbaycana yenilikləri də gətirib. Yeni fəaliyyətə başlayan mərkəz təkcə uşaqlara deyil, böyüklərə də xidmət etməyi qarşısına məqsəd qoyub və onun fəaliyyəti çox şaxəlidir. Mərkəzimizdə autizm, serebral iflic, Down, sonra nitqi qüsurlu uşaqlar, əqli və psixi və nitqi inkişafında gerilən, ləngimə olan uşaqlar və ən başlıca isə autizm uşaqlar üçün xüsusi Sunrise proqramı var ki, ilk olaraq Azərbaycanda, demək olar ki, dünyanın bir neçə ölkələrində vardır. Azərbaycanda ilk bizim mərkəzimizdə tətbiq olunur Sunrise proqramı. Esmira Şakir qızı bildirdi ki, kəkələmə nitq qüsurları içində ən ağır nitq qüsuru sayılır. Onun çətinliklə aradan qaldırılmasına, uşağın psixikasını zədələməsinə baxmayaraq korreksiyası da mövcuddur. Mərkəzin istifadə edəcəyi yeni Sunrise proqramı bu qüsurun tam aradan qalxmasına zəmanət verir. Bu məqsədlə Psixologiya Nitq İnkişafı Mərkəzi mütəmadi olaraq Türkiyənin və digər aparıcı ölkələrin tanınmış mütəxəssislərini dəvət edib, onların konsultasiyalarını təşkil edəcək. Mərkəzin əhəmiyyətlərindən biri də burada qüsur və xəstəliklərin aradan qaldırılması ilə yanaşı onların yaratdığı psixoloji gərginlikdən xilas olmağa da göstəriləcək yardımdır. Panik atak, depressiya, özünə qapanma, sonra nevroz, OKB deyilir buna, obsessiv kompulsiv pozuntudan əziyyət çəkən insanlar da bizim mərkəzimizdən yararlana bilərlər. Yəni bu sırf belə deyək, yalnız çox adamda belə bir düşüncə yaranır ki, yalnız uşaq psixologiya mərkəzi. Xeyr, burada böyüklər üçün də xidmətlər göstəriləcək. Qeyd edək ki, yeni açılmış mərkəz özündə ən peşəkar loqoped və psixoloqları cəmləyib. Esmira Namiq qızı Coşqun İskəndərova, Aysən Ələkbərova, Carçı.